Hörmətli tədbir iştirakçıları, mən ilk öncə 1-ci Ordu Korpusunun başda komandirimiz General-Mayor Hikmət Həsənovla birgə 1-ci Ordu Korpusunda xidmət edən bütün zabit gizir və əsgərlərin adından həm Tərtər Hərbi Məhkəməsinin, həm də Tərtər Rayon Məhkəməsinin bütün qulluqçularını təbrik edirəm ki, peşə bayramlarının münasibəti ilə və onlara xidmətlərində uğurlar arzulayıram. Mən xüsusi təşəkkürümü bildirəm Tərtər Rayon Hərbi Məhkəməsinin kollektivinə. Çünki xalqımıza, istər ordumuzdakı hər bir hərbi qulluqçuya xəyanətkarın cəzasının nə olduğunu Tərtər Rayon Hərbi Məhkəməsinin əməkdaşları ilə birlikdə biz göstərdik. Bu, bəli, üzücü bir hadisə olsa da, amma bu bizim üçün hərb tariximizdə qeyd olunası bir şeydir. Yəni, bunu unutmamaq və bundan layiqli dərs çıxartmaq lazımdır. Və yenə də sözümün sonunda kollektivimizin adından sizə minnətdarlığımızı bildiririk və peşə bayramımızı təbrik edirik.